Doktor, sonsuzluğun ilk əlaməti nələrdir? Sonsuzluğun ilk əlamətləri hələ intim yaşayışdan öncə yaşlarda belə bunu əvvəlcədən müəyyən qədər də olsa diqqətimizi cəlb eləyə bilər. Bu da hormonal pozğunluq əlamətləri fonunda olur. Yeniyetmə qızlarda, müxtəlif yaş dövrlərində hətta aybaşı pozğunluğu amenorreya formasında, yəni ildə bir dəfə belə müalicə alınmasa aybaşı görməyən qızlarımız var. Bunlar daha çox diqqəti cəlb eləyir ki, bu gələcəkdə çox faiz ehtimalı ilə sonsuzluq kimi özünü göstərə bilər. Ona görə yeniyetmə qızlarımız xüsusilə digər şikayətlərdən başqa ən əsası aybaşda pozğunluq oldusa, müraciət eləməlidirlər. Ən çox hormonal pozğunluqla əlaqədardır. Məsələn, sadəcə olaraq adi görkəmindən belə görmək olar sonsuzluq əlamətini, girsudizmin olması, piylənmənin müxtəlif dərəcələrinin olması, həm də aybaşı pozğunluqların olması ilə bu başdan bizə sonsuzluq ola biləcək ehtimalını göstərir.